Hər vaxtınız xeyirli olsun. Təqsirləndirilən Ermənistan vətəndaşı Arayik Harutyunyan və digərlərinin barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesinin hər iclasında Ermənistan Azərbaycana qarşı apardığı təcavüzkar müharibə nəticəsində ölkəmizə və xalqımıza qarşı törədilmiş çoxsaylı cinayətlərlə bağlı yeni faktlar, yeni sübutlar təqdim olunur. Məlum olur ki, təqsirləndirilən şəxslərin bəziləri, konkret desək, Arayik Harutyunyan, Bako Sakyan, Hayastan Ümum Erməni Fondunun Qəyyumlar Şurasında təmsil olunan üzvlərdən olub, hansı ki, həmin fond vaxtilə Azərbaycanın ərazilərində törədilmiş cinayət hadisələrinə, qanunsuz əməllərə vəsaitlər ayırıb. Məlum olur ki, təqsirləndirilən şəxslər də ifadələrində etiraf edirlər, dövlət ittihamçılarının suallarını cavablandırarkən, həmin fonda il ərzində müxtəlif ölkələrdə, müxtəlif yerlərdə yaşayan ermənilər çoxsaylı vəsaitlər, küllü miqdarda vəsaitlər köçürüblər. Həmin vəsaitlər isə qondarma rejimə bir hissəsi yönəldilirmiş. Bununla əlaqədar müxtəlif layihələr həyata keçirilib Azərbaycan ərazilərində. Böyük bir layihə isə Azərbaycanda aparılan, Azərbaycanın vaxtilə işğal altında saxlanılan ərazilərində aparılan qanunsuz məskunlaşmaya sərf olunub. Hədəf 200 min ermənini Azərbaycan ərazilərində yerləşdirmək olub. Amma məqsədlərinə, arzularına çata bilməyiblər, buna nail ola bilməyiblər. Cəmi 10 min ermənini Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırıblar. Bunun üçün müxtəlif layihələr həyata keçirilib. Həmin layihələri isə qeyd etdiyimiz fond maliyyələşdirib. Bununla əlaqədar ərazilərimizdə müxtəlif evlər tikilib. Suriyadan, Livandan, Ermənistandan, digər ölkələrdən müxtəlif erməni ailələri ərazilərimizə köçürülüb və burada onlar həm evlə, həm də təsərrüfatla məşğul olmaq üçün onlara şərait yaradılıb. Məlum olur ki, Arayik Harutyunyan da ifadəsində etiraf etdi ki, 44 günlük müharibə dövründə həmin fonda 100 milyon dollardan çox vəsait köçürülüb. Həmin vəsaiti təkcə xarici ölkələrdə yaşayan ermənilər deyil, eyni zamanda Ermənistanda yaşayan ermənilər, iş adamları, həmçinin qondarma rejimdə olan ermənilər də köçürüblər. Həmin vəsaitin böyük bir hissəsi isə Arayik Harutyunyanın etiraflarına görə məskunlaşma prosesinə sərf olunub. Bu cür faktlar, sübutlar məhkəmə prosesində olduqca çoxdur, təqdim olunur və tədqiq olunur. Təqsirləndirilən şəxslər də ifadələrində həmin sübutları, faktları təsdiqləyirlər. Qeyd edək ki, məhkəmə prosesi açıq keçirilir. Təqsirləndirilən şəxslər istədikləri dildə, rus və erməni dilində öz fikirlərini ifadə edirlər. Onların hüquqlarını isə ayrılmış iki müdafiəçi vəkil müdafiə edir. Açıq keçən məhkəmə prosesi ilə bağlı bu saata çatdıracaqlarımız hələlik bu qədər. Biz xəbərlərin növbəti buraxılışında digər məlumatları da tamaşaçıların diqqətinə çatdıracağıq deyərək sözü yenə də mərkəzə, studiyaya ötürürük.